Görün sizə nə göstərirəm, dəyərli həmvətənlər. Bilirsiniz nədir? Vəlizara baxan kimdir? Bunun açıq bilən qaydası var da. Arkadaş, Vəlizara baxan kimdir? Petuqlar ya petuq olmaq istəyənlər. Baboşa, Bayram Nurluya baxmaq istəyənlər eyni ilə. Hökumət bunlara şərait yaradır. Siyonistlər bunlara şərait yaradır. Yəni bir xalqın petuqlarını ləl cəvahirət içində yaşadırlar, qəhvələrin petuqlarını ləl cəvahirət içində yaşadırlar. 0 kilometrə maşınlar, cürbəcür villalar, evlər, pultdan işləyən darvazalar, ləl cəvahirət içində yaşadırlar petuqları. Bir xalqı petuq eləmək üçün. Ancaq petuğa meyilli adamlar buna baxa bilər də. Vəlizar dəliyi dar neynir o? Divanın üstünə çıxıb hoppanır. Bir də neynir? O balaca bir soğançalıq popsu var, onu belə oynatmağı bacarır da. Elizar dəliyi dara 39 min adam baxır və dayanmadan şir atılır. Baxın ay millət. Baxın ay millət. Bu millətin vallahi oğraşı artıb. Şir kimi oğlana şir atmaq lazımdır. Canavar kimi qazilərə, İlhama qarşı savaşan canavar kimi media işçilərinə, onların ailələrinə. Allah sənin bəlanı versin, ay petuğa baxan. Allah heç sənin üzünü güldürməsin, ay petuğa baxan. Evladın, ailə, nəslində ondan qeyrət, Elizardan, Bayram Nurludan, Baboşdan qeyrətli adam olmasın nəslində, ay petuğa baxan. Sənə və sənin sülalənə Baboş kimi, Elizar, Vəlizar kimi, Bayram Nurlu kimi evlad qismət eləsin sənə Allah Taala. Ay alçaq, nanəci, vicdansız, atasını tanımayan, şərəfli insan da ona baxar mən. Namuslu insan da ona baxar mən.